Salam, əziz həmkarlar. Söz verdiyimiz kimi koordinatların ekrana yazdırılması üçün mümkün olan üsullardan növbətisini təqdim edirik. Bunun üçün AutoCAD-da ana ekrandan Driving menyusundan Point, yəni nöqtə əlavə eləməyi seçirik. Koordinatlarını alacağımız künc nöqtələrinə nöqtələr əlavə edirik. AutoCAD nöqtələri ki, hardan ki biz koordinatlar alacağıq. Tutaq ki, biz 5 saylı binanın bu döngə nöqtələrini, koordinatlarını ekrana yazdırmaq istəyirik. Bundan sonra belə bir atribut hazırlayırıq. Məsələn, Y koordinatı burada göstəriləcək Y. Şriftin yüksəkliyi olsun 1. Y koordinatı. Sonra da olsun X koordinatı. Bunları ikisindən bir blok hazırlayırıq. Blokun nöqtəsi, baza nöqtəsi bura olsun. Adını qoyuruq koordinat. Koordinatlar. Bloka əlavə edirik obyektləri. Koordinatlarımız hansı formada görünəcək? Format seçdik. Artıq bizim blokumuz hazırdır. İndi bunlara bir formula verəcəyik. Yəni Y koordinatına bir dəyər verəcəyik. Position. Riyaziyyatla, AutoCAD-la geodezya fərqli olduğuna görə burada X-i seçirəm. Y bizdə 6 rəqəmlidir. X-ə də bir dəyər verirəm. Position. Artıq bizim koordinatlarımız gəldi. İndi bu bloku mən bu baza nöqtəsindən seçib koordinatını almaq istədiyim bütün nöqtələrə yerləşdirirəm. Və bunu da çapa vermək istəyirəmsə, Ctrl+P, DVG to PDF, listin ölçüsünü seçirəm, səhifənin ölçüsünü seçirəm. Biz də burada A4 seçmişdik.
mərkəzləyirik. Ön baxış çapa bu formada veriləcək. Saxlayacağımız yeri seçirik. Bina koordinatları 3 deyək buna da. 3. Bayaq da qeyd eləmişdik ki, əgər bizim göndərəcəyimiz adamın AutoCAD proqramı yoxdursa bilgisayarında, o bizim DVC və yaxud DXF AutoCAD fayllarını görə bilməyəcək, amma bu PDF-i görə biləcək və PDF-də də X, Y koordinatları burada mövcuddur.